Məlum olduğu kimi son illər Marneuli şəhərində avtomobillərin sıxlığı yaşanır. Buna həm avtomobillərin artması, həm də yolların standartlara cavab verməməsi səbəb olur. Bununla yanaşı alternativ yolların və keçidlərin kifayət qədər olmaması da əlavə problemdir. Elə məhz Marneuli şəhərinin Lağidze küçəsində bazar ərazisi ilə bir neçə istiqamətdə hərəkəti təmin edən yolun bir ildən artıqdır ki, bağlı qalması da bu ərazilərdə tıxacların yaranmasına səbəb olur. Ötən ilin may ayında Marneuldə baş verən güclü sel Alget çayı üzərindəki körpü və yol infrastrukturuna ciddi ziyan vurub. Aradan bir il keçməsinə baxmayaraq yol hələ də sürücülərin istifadəsinə verilməyib. Məsələ ilə bağlı xəbər portalımızın suallarını cavablandıran Marneuli meriyasının infrastruktur və iqtisadi inkişaf xidmətinin rəhbəri Bega Abdelyani bildirib ki, sözügedən ərazinin təmir bərpa işlərinə artıq başlanılıb. O qeyd edib ki, ərazidəki Algete çayı üzərindəki körpü artıq bərpa olunub. Hazırda yolun yenidən qurma işləri aparılır. Lağidze küçəsi, Mdinare Algetsə, Mimdinareops, Napers. Lağidze küçəsində Algete çayında sahil bərkitmə işləri həyata keçirilir. Sözü gedən ərazidə sahil bərkitmə işləri təxminən 3 həftədir ki, başlayıb. Layihə çərçivəsində ərazidə dəmir beton divarlar, həmçinin su qəbul edicilər quraşdırılacaq. Bununla yanaşı çayın ətrafında dəmir beton divarlarla sahil bərkitmə işləri həyata keçirilir. Aparılan işlər üçün dövlət büdcəsindən 620 min lari vəsait ayrılıb. Ərazidə yerləşən körpüyə gəldikdə isə körpü artıq təmir olunaraq açılıb və əhali rahatlıqla körpüdən istifadə edə bilər. İnfrastruktur xidmətinin rəhbəri bildirib ki, işlər qrafika uyğun olaraq aparılır və cari ilin sentyabr ayında tamamlanması gözlənilir. Sentyabrın sonlarında bazar ərazisindən Lağidze küçəsinə doğru gedən avtomobil yolu istifadəyə veriləcək.